Bir daha salam, hoş gördük. Bugün Aziz hem bizim YouTube kanalının izleyicileri hem de fen müsabaqəsində iştirak edəcək şagirdlərimiz. Bugün istəyirəm ki, fen müsabiqəsinə gedəcək şagirdlərə dəstək məqsədi ilə 7-ci sinif dərsliyinin birinci hissəsində düşə biləcək məsələ tipli suallara aid həm izahlar, həm də nümunələr paylaşım. Məqsədlə ekranımızı paylaşırıq. İnşallah açılsın. Və nə tipli məsələlər düşə bilər, yəni mövzular üzrə onlar haqqında inşallah ümumi izahlar verəcəm. Aha. Demək, 7-ci sinif dərsliyinin birinci hissəsində əsas düşə biləcək məsələlər nələrdən ola bilər? Əvvəlcə onu mən qeyd edeyim. Deməli, 7-ci sinif birinci hissə. İnşallah gələn dərsimizdə ikinci hissə ilə bağlı da izah paylaşacağım. Hələlik birinci hissə ilə bağlı izahları verim. Ondan sonra növbəti dəfə ikinci hissəyə keçərik. Nə ola bilər? Birinci hissədə məsələ tipli suallar. Birinci olaraq mikroskopun böyütmə dərəcəsi. Mikroskopun böyütmə dərəcəsi ilə suallar demək olar ki, çox vaxtda şahid olmuşuq əvvəlki illərdə də. Ona görə bu mövzunun üzərində qalacam. İkinci, bakteriyalar mövzusu ilə bağlı suallar ola bilər. Məsələ suallarından danışıram. Təbii ki, şifahi suallar da ola bilər. Şifahi suallar əsasən nəzəri hissədə olan məlumatları yadda saxlayıb işləyə bilərsiniz. Üçüncü məsələ sualları ola bilər. Köklə bağlı məsələlər. Onu da açıqlama verəcəm. Köklə bağlı necə məsələlər ola bilər? Köklə bağlı. Sonra deməli illik halqalar, yəni gövdə zoq keçəndə illik halqalarla bağlı ola bilər suallar olsun. Daha sonra ola bilər deməli buğum arası və yarpaq düzülüşü ilə bağlı, yəni bunları ümumiləşdirən məsələlər olur. Yarpaq düzülüşü. Və ən nəhayətdə bitkilərin çoxalması ilə bağlı, deməli, mamır, qıjı, çılpaq toxumlu və örtülü toxumların çoxalması. Hər birisi ilə bağlı çalışacağım ki, ümumi sizə məlumat və izahat verim. Deməli, başlayırıq. Birinci, mikroskopun böyütmə dərəcəsi. Mikroskopun böyütmə dərəcəsi ilə bağlı əsasən də bizim sualımız
nə ilə bağlı olur? Yəni, dərsliyimizdə düstur verilib. Deməli, A bərabərdir, I bölünsün, M düsturu verilib. Burada A faktiki ölçüydü. A faktiki ölçü. Deməli, ondan sonra I şəkil ölçüsü. M isə böyütmə dərəcəsi. Bu düzdür, dərsliyimizdə verilmişdir. Yəni, buradan böyütmə dərəcəsi bərabərdir. Yəni, M bərabərdir. I bölünsün A. Yəni, şəkil ölçüsünü, faktiki ölçüsünə bölərək mikroskopun böyütmə dərəcəsini tapa bilərik. Və digər bir düsturumuz nə ola bilər? Digər bir düsturumuz ola bilər ki, M, yəni mikroskopun böyütmə dərəcəsi bərabərdir. Okulyarın böyütmə dərəcəsi vurulsun obyektivin böyütmə dərəcəsi. Yəni, bilirik ki, mikroskop hissələrindən okulyar və obyektivdə böyüdücü şüşələr olur deyə hər ikisinin böyütmə dərəcəsinin hasilini tapmaqla biz mikroskopun böyütmə dərəcəsini tapa bilirik. Və bir də burada ölçü vahidlərindən istifadə olunur. Yəni, bəzən uşaqlar bunu çaşdırırlar. Yəni, böyütmə dərəcəsi ilə bağlı suallarda əsasən santimetr, 1 santimetr bərabərdir 10 millimetr və 1 millimetr bərabərdir 1000 mikrometr. Mikrometr ya M kimi şəklində yazılır və yaxud M bir də M şəklində yazılır. Deməli, 1 millimetr 1000 mikrometr olduğuna görə 10 millimetrimiz də 10.000 mikrometr olacaq. Yəni, bu da o nəticəyə gətirir ki, 1 santimetr 10.000 mikrometrə bərabərdir. Buna aid bir dənə nümunə deyib işləyim. Ondan sonra keçərik növbəti hissəmizə. Deməli, məsələn, deyək ki, şəkil ölçüsü deyək 0,2 santimetr şəkil ölçüsü 0,2 santimetr mikroskopun böyütmə dərəcəsi, yəni M deyək ki, məsələn 800 olarsa faktiki ölçü yəni A neçə mikrometrdir? İstənilən bu tipli məsələlərdə mümkün qədər bacarmaq lazımdır ki, yəni çalışmaq lazımdır ki, əvvəlcə verilənləri qeyd edək. Şəkil ölçüsü nədir? I-dir. I bərabərdir 0,2 santimetr. Bunu da yaxşı olar ki, mikrometrə çevirək, yəni hesablamamız əsasən mikrometr üzərində olacaq. Bu bərabərdir. 0,2 santimetr isə 2 millimetrə bərabərdir. Bu da bərabərdir 2000 mikrometr. Böyütmə dərəcəsi M bərabərdir 800 və bizdən nəyi soruşurdu? Faktiki ölçünü A bərabərdir I bölünsün M. Bu da bərabərdir. İ'miz 2000, M'imiz 800'dür. 2000'i 800'ə böləndə edir 2,5. Deməli, 2,5, yəni həqiqi ölçü, faktiki ölçü 2,5 mikrometr olacaq. Yəni, əgər digər vahidlərdən soruşulsa, məsələn, millimetrdən soruşulsa, gərək siz bunu 1000-ə böləsiz
Santimetrlə soruşsa gərək 10.000-ə böləsiniz ki, santimetrlə və yaxud millimetrlə ifadə eləyəsiniz. Yəni, düşünürəm ki, bu məlumatlar yetərlidir ki, biz mikroskopun böyütmə dərəcəsi ilə bağlı məsələlər həll edək və yaxud yəni digər sadə forması budur ki, okulyarın və obyektivin böyütmə dərəcəsi verilər, mikroskopun böyütmə dərəcəsi soruşula bilər və yaxud ola bilər ki, belə bir sual ola bilər ki, okulyarın, obyektivin böyütmə dərəcəsi verilib. Məsələn, burada mən mikroskopun böyütmə dərəcəsi bərabərdir 800 olaraq qeyd elədim. Mikroskopun böyütmə dərəcəsi verilməsin, okulyarın və obyektivin böyütmə dərəcəsi verilsin və digər iki anlayışlardan və yaxud faktiki ölçünü verib şəkil ölçüsünü soruşa bilər, şəkil ölçüsünü verib faktiki ölçünü soruşula bilər. Yəni, siz orada okulyarın və obyektivin böyütmə dərəcəsinin hasilini tapmaqla onun mikroskopun böyütmə dərəcəsini yerinə qoyaraq yenə əvvəlki kimi düsturla bu tipli sualları həll edə bilərsiniz. İkinci mövzumuz qeyd eləmişdik ki, səhv eləmirəmsə, bakteriyalar. Bakteriyaların çoxalması ilə bağlı dedik, həm məsələləri düsturla həll edə bilərik, həm də düstursuz həll edə bilərik. Düsturla da izah eləyəcəm, düstursuz da izah eləyəcəm. Düsturlar nələrdir? NT bərabərdir N0 vurulsun 2 üstü kiçik n. Buradan kiçik n bərabərdir T bölünsün I20. Əgər bir bölünməyə sərf olunan zaman 20 dəqiqədirsə, bəzən 30 dəqiqədə qeyd edirlər. Kiçik n bərabərdir T bölünsün 30 və bir də NT, yəni son saydan N0-ı başlanğıc sayı çıxmaq var. Burada NT son saydır. Son say. Kiçik n maksimum nəsildir. Burada 30-a böləndə minimum nəsil olur. NT çıxılsın N0 bölünən bakteriya sayıdır və yaxud bölünməyə məruz qalan bakteriya sayı. Bölünən bakteriya sayı. Və N0 qeyd olunmayıb. N0 da ilkin saydır. İlkin bakteriya sayı. Müxtəlif tip məsələlər deyəcəm bakteriyalarla bağlı, yəni bir neçə nümunə ola bilər. Yəni, sadələrini bilirsiniz, hər halda biz bakteriyalarla bağlı məsələlər işləmişik. Çalışacağım ki, biraz daha çətin suallar izah edeyim. Deməli, qeyd eləyək ki, məsələn, 2 saat ərzində bölünən bakteriyaların sayı məsələn, deyək ki, 126 olarsa, bu zaman ikinci bölünməyə məruz qalan bakteriyalar nə qədərdir? Aha. Bunun üçün nə edirik? Bunun üçün ilkin olaraq biz nəsil sayını tapırıq. Adətən, yəni şərtdə qeyd olunur. Deyək ki, 20 dəqiqədən bir bölünərsə. 20 dəqiqədən bölünərsə. Burada artıq nəsil sayını tapmalıyıq. 2 saat əvvəlcə çeviririk dəqiqəyə. Kiçik n, yəni nəsil bərabərdir 120 bölünsün 20 bərabərdir 6.
Və nə edirik? N0'ı yazıb bilmirik. N0 nə qədərdir? Yəni əvvəlcə N0 və N-ni təbii ki tapmalıyıq. N0'ı yazdıq başlanğıcda və bu 6 nəsil olduğuna görə biz 6 dəfə tire çəkərək 2 dəfə artıra gedirik. Yəni N0 birinci nəsildən sonra 2 N0, növbəti 4 N0, sonra 8 N0, sonra 16 N0, sonra 32 N0 və xətləri sayırıq. 1, 2, 3, 4, 5. Deməli, bir dənə qalıb. Bir də xət çəkirik. 64 N0. Deməli, bizdə bizim başlanğıc sayımız N0'dır. Son sayımız 64 N0'dır. Bizə nə demişdik? Bölünən bakteriya sayı 126'dır. Yəni, son saydan İlkin sayı çıxırdıq. NT çıxılsın, N0 düsturumuz bizim var idi. Bölünən bakteriya sayı üçün. 64 N0 çıxılsın N0 bərabərdir 126. Buradan 63 N0 bərabərdir 126. N0 bərabərdir 2. Deməli, başlanğıc sayımız 2'dir. Və 2 ilə başlayaraq biz sayıları tapa bilərik. Yerinə qoysaq, birincidə 2, sonra 4, sonra 8, sonra 16, sonra 32, sonra 64, sonra 128. Deməli, bizim NT-miz, son sayımız 128, ilkin sayımız 2'dir. Bizdən nə soruşur? İkinci bölünməyə məruz qalan bakteriya sayı. Burada adətən dərsi keçərkən izah eləmişəm, yenə xatırladıram. Biz bölünmələri nömrələyə bilərik. Yəni, 2-dən 4-ün əmələ gəlməsi birinci bölünmə, 4-dən 8-in əmələ gəlməsi ikinci bölünmə, 8-dən 16, 3, 16-dan 32, 4, 32-dən 64, 5, 64-dən 128, 6-cı bölünmədir. İkinci bölünmə deyir və ikinci bölünmənin üzərində qalırıq. Solda olan bölünməyə məruz qalan, sağda olan əmələ gələn. Bəzən ola bilər ki, ikinci bölünmədən əmələ gələn və yaxud üçüncü bölünmədən əmələ gələn, dördüncü bölünmədən əmələ gələn bakteriya sayıda soruşulsun. Onda biz həmin o bölünmənin sağında olanı götürərik. Amma burada məruz qalan dediyinə görə, deməli biz ikinci bölünmənin solunda olan sayı götürəcək. Bu da eləyəcək 4. Deməli, bu sualımızda bizim cavabımız olacaq 4. Yəni, bu tipli suallar ola bilər. Yəni, əvvəlki illərdə düşüb. Məsələn, orada deyəsən, başlanğıc sayı soruşub. Ola bilər, məsələn, yenə də dediyim kimi, ikinci, üçüncü, dördüncü bölünmə və s. Və yaxud ola bilər ki, birində, məsələn, bölünməyə məruz qalan digər bir neçəncisə bölünmənin əmələ gətirdiyi bakteriyaların sayının cəmi soruşulsun. Yəni, bu tipli suallar da bakteriyalarla bağlı düşə bilər. Bakteriyalarla bağlı digər bir, ola bilər, çətinlik çəkə biləcəyiniz məsələ formasından da bir dənə demək istəyirəm. Məsələn, belə bir məsələ olsun ki, 4 bakteriya bölünərək məsələn, deyək ki, 256 bakteriya əmələ gətirmişdir. 256 bakteriya əmələ gətirmişdir. Bu zaman sonuncu bölünmədə ilkin bakteriyalardan birinin neçə fərdi iştirak edib? Aha, deməli biz nə edirik? 4 bakteriyadan başlayırıq, 256'ya kimi yazırıq. 4'dən
8, 8-dən 16, 16-dan 32, 32-dən 64, 64-dən 128. Burada sonuncu bölünmə 64-dən 128 bakteriyanın əmələ gəlməsidir. Əgər ilkin bakteriya 4-dürsə, deməli 4 bakteriyanın 64 fərdi sonuncu bölünmədə iştirak edir. Yəni bölünmədə iştirak edir, yəni bölünməyə məruz qalan deməkdir. 4 bakteriyanın 64 fərdi sonuncu bölünmədə iştirak edibsə, bir bakteriyanın X fərdi iştirak edəcək və X bərabərdir 64-ü 4-ə böləcəyik 16. Deməli, sonuncu bölünmədə 4 bakteriyanın birinin 16 fərdi iştirak edib. Ola bilər sonuncu bölünmə soruşmasın, ola bilər məsələn 3-cü bölünmədə 4 bakteriyalardan birinin neçə fərdi iştirak edib. Burada məsələn bu birinci bölünmə, bu ikinci bölünmə, bu üçüncü bölünmə. Üçüncü bölünmədə iştirak edən 16-dır. 4-dən 16-dırsa, məsələn, birindən 4. Deməli, üçüncü bölünmədə 4 bakteriyadan birinin 4 fərdi iştirak edib. Yəni, bu tipli suallar da sizə düşə bilər. Yəni, diqqətinizdə, nəzərinizdə saxlayasınız. Davam edirik növbəti köklə bağlı məsələlər demişdim. Deməli, vegetativ orqanlar keçirik, bilirsiniz ki, dərsliklər həm gövdə, həm də yarpaq. Deməli, köklə bağlı məsələlər. Bilirik ki, kökün 3 növü var. Əsas kök, əlavə kök, bir də yan kök. Köklə bağlı məsələlərdə biz nələri diqqətə saxlamalıyıq? Bir, diqqətə saxlamalıyıq bitkinin hansı yolla çoxalmasını. Nə üçün? Əvvəlcə yadımıza salaq, qeyd eləmirəm, şifahi olaraq deyirəm. Əsas kök əmələ gəlir toxumun rüşem kökçüyündən, əlavə kök əmələ gəlir gövdə və yarpaqdan, yan kök əmələ gəlir hər üç kök növündən. Yəni, həm əsas kökdən, həm əlavə kökdən, həm də yan kökdən əmələ gələ bilər. Və köklə bağlı məsələlərdə biz diqqət edirik. Məsələn, əgər desə ki, vegetativ yolla çoxaldılan filan bitki, əgər vegetativ yolla çoxaldılıbsa, deməli, burada əsas kök yoxdur. Əgər desə, toxumla çoxaldılan, deməli, burada əsas kök var. Əsas kök var. Və bir də əvvəlki illərdə fən müsabiqəsinə sual düşüb, yəni bu tipli sual düşüb. Nə ilə bağlı? Gövdəyə birləşən köklər. Gövdəyə birləşən köklər. Biz kesirik ki, əlavə kök gövdə və yarpaqdan əmələ gəlir. Amma burada birləşən sözü, biraz sözün mənasını dəyişir. Yəni, birləşən ondan əmələ gələn ifadəsini vermir. Düzdür, ondan əmələ gələn də, yəni gövdədən əmələ gələn də gövdəyə birləşir. Amma burada artıq əsas kök də gövdəyə birləşir. Çünki əsas kök gövdənin elə bil ki, yer altında olan davamıdır. Aşağı hissədən gövdəyə birləşir. Ona görə gövdəyə birləşən köklərə həm əsas kök aiddir, həm də əlavə kök aiddir. Amma yan kök aid deyil. Və bir də əgər bitki toxumla çoxaldılıbsa, əsas kökün sayı həmişə bir ədəd olur, yəni sayı birdən fərqli ola bilməz. İndi bununla bağlı istəyirəm sizə bir məsələ nümunəsi deyim və həll edək. Deyək ki, toxumla çoxaldılan bitkinin kök sistemində gövdəyə
birləşən köklərin sayı məsələn, deyək ki, növbəyə birləşən köklərin sayı 17-dir. Əgər yan köklər əlavə köklərdən üç dəfə çox olarsa, bu bitkinin kök sistemində cəmi neçə kök vardır? Deməli, nə edirik? Gövdəyə birləşən köklər dediyinə görə, deməli, əsas kök, üstə gələk əlavə kök bərabərdir 17. Əsas kökün də dedik, əgər toxumla çoxaldılıbsa, deməli, əsas kök var və əsas kökün də sayı 1 olduğuna görə 1 üstə gələk x bərabərdir 17. Buradan x bərabərdir 16. Deməli, əlavə kök sayı 16-dır. Və əgər yan köklərin sayı bundan 3 dəfə çoxdursa, deməli, yan kök bərabərdir 16 vurulsun 3. Bu da bərabərdir 48. Və ümumi köklərin cəmi nə qədərdir? Əsasla əlavə 17 idi, yan da 48 oldu. Deməli, cəm 17 üstə gələk 48 bərabərdir 65. Deməli, bu bitkinin kök sistemində 65 kök var imiş. Yəni, bu tipli suallar ola bilər. Çox çətin suallar olmur köklə bağlı. Elə verdiyim bu məlumatları bilsəz, məncə yetərli ola bilər. Davam edirik növbəti mövzu ilə illik halqa ilə bağlı. Deməli, 4 dedik. İllik halqalar. İllik halqalarla bağlı həm məsələ tipli sual ola bilər, həm də şifahi sual ola bilər, onun qalınlığı ilə bağlı. Əvvəlcə şifahi məlumat verim, yəni sizin dərsliyinizdə yoxdur deyəsən. Yəni, ümumi olaraq deyim ki, illik halqaların qalınlığı nədən asılıdır? İllik halqaların qalınlığı asılıdır bitkinin üzərinə düşən günəşin miqdarından, bitkinin, məsələn, qidalanmasından asılıdır. Həmin ildə, məsələn, yağıntının miqdarı, suyun bol olması və s. Əgər illik halqalar ümumi olaraq qalın olubsa, deməli, həmin ildə, məsələn, bitkinin qidası yaxşı olub, yağıntıların miqdarı çox olub, günəş çox olub. Amma bitkinin bir tərəfində illik halqa nazik, digər tərəfində illik halqa qalındırsa, deməli, o qalın olan tərəf əsasən ekvatora tərəf olan hissə olur. Yəni, bunun üçün biraz da sizin coğrafi biliyiniz olmalıdır. Yəni, məsələn, mən bir illik halqa, bitki gövdəsi çəkim, orada illik halqaları da göstərim. Tutaq ki, bu gövdədir, bu mərkəzdə özəkdir və illik halqalar məsələn, bu şəkildə yerləşir. Biraz bunu düzəliş edim. Və gördüyünüz kimi, mən işarələyəcəm. Məsələn, əgər bu tərəfi x tərəf, bu tərəfi y tərəf olaraq göstərsəm, x tərəfində illik halqalar nisbətən nazik, y tərəfində daha qalındır. Və bu da nəyi göstərir? Y tərəfi ekvatora tərəfdir.
Nə üçün? Çünki günəş həmişə ekvator tərəfdən düşür. Yəni əgər bitki cənub yarımkürəsində yerləşirsə, ekvator bunun şimalındadır. Deməli siz düşünə bilərsiniz ki, məsələn, bu Y tərəf şimal tərəfdir. Bitkinin, yəni məsələn ola bilər ki, cəhəti təyin etməklə bağlı sual olsun. Y tərəfi şimal tərəfdir. Nə üçün? Ekvator tərəf oradandır, günəş də oradan düşür və o tərəf qalın olur. Yox, əgər bitki, məsələn, Azərbaycandan söhbət getsə, Azərbaycan özü şimal yarımkürəsində yerləşir və ekvator Azərbaycanın cənubunda olduğu üçün biz düşünə bilərik ki, X tərəfi şimal tərəfdir, Y tərəfi cənub tərəfdir. Y tərəfindəki halqalar qalın olduğuna görə, yəni Y tərəfindəki halqanın hissəsi qalın olduğuna görə. Yəni günəş daha çox düşür və orada əmələ gələn hüceyrələr nisbətən iri olur və illik halqalar daha qalın ola bilər. Bu bir. Yəni bu məlumatı yadda saxlayacaqsınız. Bununla bağlı şifahi suallar ola bilər. Və məsələ, yəni çox da yəni belə məsələ tip deyil, sadəcə illik halqaların bəzən özək üzərindən və kombinin altından neçənci olması ilə bağlı da suallar ola bilir. Və bunun üçün düstur var. Biz ağacın yaşını X ilə soruşulan hər hansı bir yaşı Y ilə işarə eləsək, bəzən soruşulur ki, məsələn, tutaq ki, məsələn, filan yaşlı ağacın filan yaşa uyğun olan illik halqası kombi altında neçənci sırada yerləşir? Yəni, bu tipli suallar ola bilir. Bu zaman biz özək üzərindən əgər soruşursa, özək üzərindən burada Y-ci sırada yerləşdiyini deyə bilərik. Məsələn, deyirəmsə, 10 yaşlı ağacın 5 yaşına uyğun illik halqası özək üzərindən neçəncidir? Elə 5-cidir. Kombi altından soruşursa, bunun üçün qısa düstur var. Kombi altından. Burada artıq ağacın öz yaşından, yəni X-dən soruşulan həmin yaşı çıxıb, üzərinə bir əlavə edirik. Evet, buna aid bir nümunə deyək. Deyək ki, məsələn, 18 yaşlı ağacı 14 yaşa uyğun halqası. Vaxtımız bitir, ona görə sürətli deyəcəm. X bərabərdir 18, Y bərabərdir 14. Deməli, özək üzərindən 14-dür. Kombi altından 18 çıx 14, üstə gələk 1. Bərabərdir 5. Özək üzərindən 14-cü, kombi altından 5-ci sırada yerləşəcək. Yəni, bu tipli suallar olsa, siz bu şəkildə həll edə bilərsiniz. İnşallah vaxtımız bitər. Bir qısa fasilədən sonra yenə qoşularıq və dediyim o digər məsələlərlə də sizə məlumat verəcəm. Bağlı. Belə, sualınız, çətinliyiniz nəsə başa düşmədisə,